Salam, xoş gördük dəyərli izləyicilər. Bu günlər bir keçmiş sahibkarın çağırışına gəlmişik. Demək, Sahibov Rövşən Həmidoğlu keçmiş sahibkar. Demək, vətəndaş özü indi danışacaq, başına gələnləri, bu 2016, 2015, 2016-cı illərdən bu yana yaşadıkları, başına nələr gəlib, özü hər bir şey sizə detalları ilə belə deyək də bildirəcək və biz də buradan vətəndaşın problemini aidiyyəti üzrə çatdıracağıq. Müəllim, buyurun, özünü təqdim edin. Mən Sahibov Rövşən Həmidoğlu, 1966-cı il təvəllüdlüyüm, Nizami rayon sakiniyim. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm, bu sahibkarlara göstərdiyiniz bu xidmətə görə, qayğıya görə biz həmişə sizdən razı olmuşuq. Sizdən artıq dərəcədən xahiş edirəm. Cənab Daxili İşlər Nazirimiz Vilayət Eyvazlovdan xahiş edirəm. Mənim düşdüyüm bu vəziyyətdə mənə bir köməklik göstərməyinizi sizdən xahiş edirəm. Sizə bildirmək istəyirəm ki, mən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində beton zavod icarəyə götürüb sahibkarlıqla məşğul olurdum. 2015-16-cı illərdə Yevlax rayon sakini, Parteyiz kənd sakini Əsədov Hüseyin məndən beton götürüb satırdı. Öz müştərilərinə satırdı və pulunu gətirirdi. Sonra elə oldu ki, bunun 143.400 manat borcu olanda bu məndən heç bir xəbərsiz, ətərsiz qaçıb getdi və mən bundan bu pulu nə vaxt qaytarmağın istəyəndə ki, nə vaxt qaytararsan, mənə bildirdi ki, narahat olma, biz bir elin adamı, bizim ölümüz, dilimiz bir, narahat olma, mən yavaş-yavaş qaytararam. Beləliklə, axırda elə olası oldu ki, bu müəyyən yuxarı ranklı adamlarla yəqin ki, tanış oldu, məni başladı hədələməyə, dedi ki, get kimə deyirsən, bu 143.000 manatlıq beton bugünkü gün 204.000 manat eləyir. Dedi, get kimə deyirsən, səni MTN-ə götürdürərəm. Bu illər ərzində mən ürək xəstəliyi tapmışam. Ürəyimdə 6 dənə stent var. Mənə dəyən bu mənəvi ziyan, maddi ziyanı xahiş edirəm, alınmasında mənə köməklik göstərəsiniz. Siz həmin şəxslə, yəni bayaq biz söhbət əsnasında mənə məlum oldu ki, sizin ümumi məbləğ, burada siz sənəddə də göstərmişsiniz, demək, dəyərli izləyicilər, burada var, 100 nə qədər olub? 153.257 manat olub. Siz orada bayaq bildirdiniz ki, müəyyən vaxtdan sonra o sizə nə qədər geri ödəniş edir? 9300 manatlıq beton verdi mənə. Ondan sonra dedi, get kimə deyirsən, denəm, səni MTN-ə götürdülər. Yəni bu qədər arxayınçılıq, kimlərinsə yüksək post sahiblərinin adından sui-istifadə edərək sizə həm belə deyək də, sizdən material götürür və sizə hədə qorxu gəlir. Demək, biz də buradan aidiyyəti üzrə, mən bayaqdan baxıram sənədlərə, burada vətəndaşın hər bir şey göstərilir, burada gecikən borc, hər bir şey yazılıb, burada formada bildirilir və məndə olan məlumata görə vətəndaş, yəni keçmiş sahibkar, vaxtilə hüquq mühafizə orqanlarına da bununla bağlı müraciət eləmişsiniz, səhv eləmirəmsə, yəni heç bir nəticə olmadı. Həmin dövr nəticə olmayıb. Mən ümid edirəm ki, yəni bu paylaşımdan sizin və bu müraciətinizdən sonra aidiyyəti qurumlar, Daxili İşlər Nazirliyi, şəxsən cənab General Vilayət Eyvazov və aidiyyəti qurum, Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları sizin bu probleminizlə bağlı həmin o şəxs, bir dənə zəhmət olmasa onun adını, soyadını bildirin, bir də Əsədov Hüseyin Məmmədoğlu. Əsədov Hüseyin Məmmədoğlu və məlumata görə hal-hazırda da fəaliyyət göstərir və bax elə buradan da deyirik ki, bu mövzu ilə bağlı qarşı tərəfində fikrini, mövqeyini işıqlandırmağa, səsləndirməyə hazırıq və inanırıq ki, vətəndaşa dəymiş ziyan məsələ araşdırılacaq və sizə dəymiş ziyan geri ödəniləcək. Mən son olaraq, sonda bir daha
möhtərəm prezidentimizdən və cənab Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənə köməklik göstərəsiz. Məndə borclarım var. Borc yiyələr də məndən borclarını tələb eləyir. Artıq dərəcədə sizdən xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Məbləğ nə qədər məbləğdir sizin o belə deyək də geri? O indiki həmin o götürüb qaçdığı betonun pulu bugünkü gün 203 min manat edir. Amma siz burada göstərmişsiniz, yəni bu siz rəsmiyyətlə istəyinizdə 135.969 manat. Yox, bu 134.409. 134.409 manat. Bax, hörmətli izləyicilər, burada da var 134.409 manat və biz inanırıq ki, bu müraciətdən sonra sizə dəymiş ziyan, sizə qarşı olunan bu dələduzluq və özbaşınalıq bərpa olacaq və sizin haqqınız özünüzə qaytarılacaq.